Kəlbəcərin ən ucqar, ən dəniz səviyyəsindən hündür bir ərazisindəyik. Dəli dağ o istiqamətdədir və sonra gəlir bu təbii minerallarla zəngin olan Keçəl dağımız. Halbuki ki orada oksijen də çox seyri olduğundan Sovet vaxtı deyildilər, Sovet istehsal olan avtomobillər, yük maşınları ora qalxa bilmir. Yəni motor sönür. Üzü Alagöllər istiqamətidir. O tərəf Səfolar isti suyu. Şərəfsizlərin dilində desək Cermux az qalıb o yüzden. İnşallah yaxın vaxtlarda şanlı ordumuzun rəşadəti nəticəsində o torpaqlarımız da azad olar. Buralar ay çınqılı. Yəni inşallah qarşımıza çıxmazlar bu çınqıldan. Aylar xoş qarşılanma da olmaz. Bu isə Zalxa gölüdür. Alagöllərə gedə bilmədik. Bu Zalxa gölüdür. Bilmirəm, səs eşidilir, eşidilmir. Bu isə bu hündürlükdə olan bənövşələr. Allah talanın gözəl millətimizə bəxş elədiyi gözəlliklər. Hər rəngdə bənövşələr. Səs eşidilir, bilmirəm. Göldə bax, o da dağ ördəkləri üzür. O tərəfdə Keyti dağıdır.